Gender problemi fəlsəfi düşüncənin formalaşması ilə birlikdə müzakirə mövzusu oldu. Xüsusilə qadın obrazının yerini araşdıranda gördük ki, erkən dövr fəlsəfəsində belə qadın ikinci dərəcəli varlıq hesab olunurdu. Məsələn, antik Yunanıstanda gender ayrı-seçkiliyi özünü fəlsəfədə də göstərirdi. Bu ayrı-seçkilik cəmiyyətin özünəməxsus mədəniyyətini irəli gəlirdi. Bu dövrdə Afinada qadınlar demək olar ki, görünməz idilər. Onların hüquqi baxımdan müstəqil və azad həyatları yox idi. Ümumiyyətlə, qadın kişi tərəfindən qorunmağa möhtac hesab olunurdu. Hətta boşanma mövzusunda belə kişilər qadınlardan daha çox haqlara sahib idilər. Bu yanaşmanın dəyişməsi Pifaqor və onun davamçılarının dövrünə təsadüf edir. Pifaqorçular xələflərindən fərqli olaraq qadına baxışı dəyişdirmişdilər. Lakin düşüncə formasının özəyində yenə də kişinin üstünlüyü görünürdü. Efesli Heraklit gender mövzusunu üstünlük və sahiblik çərçivəsindən tamamilə çıxartdı. O, bu mövzunu əksikliklərin vəhdəti və mübarizəsi qanununa əsasən şərh etdi. Heraklitə görə qadın və kişi bir-birinə bağlıdır. Bu yanaşmanı sonraki dövrdə Taoizmdə, yin və yang fəlsəfəsində də görmək olar. Sonraki filosoflar məsələni daha da ilahiləşdirdilər. Onlara görə qadın sevginin, kişi isə nifrətin maddi halıdır. Sevgi sülhün, nifrət müharibənin varlığını təmin edir. Təsadüfi deyil ki, başqa mədəniyyətlərdə də kişilər müharibəni, qadınlarsa ona son verən sülhü təmsil ediblər. Antik Yunanıstanda gender ayrı-seçkiliyini kəskin şəkildə bildirən Pifaqorçular üçün bu mövzuda hər hansı bağlılıq və ya ortaqlıq yoxdur. Yəni, onlar kişi və qadın arasında heç bir bənzərlik görmürdülər. İlk qadın filosof kimi tanınan Kratonlu Tiano, Pifaqorun həyat yoldaşı, həmçinin ilk davamçılarından biri idi. Tiano'nun özü belə bu mövzuda konkret mövqe tutmuşdu. O da qadının negativ tərəfdə olduğunu və kişi ilə heç vaxt bərabər olmayacağını qeyd etmişdi. Ümumiyyətlə, Pifaqorçular üçün qadın qaranlıq obrazıdır. Ona mənfi obraz kimi qəbul edirdilər. Həmçinin qadın aşağı səviyyəli maddi obyektlərlə eyni qrupa daxil edilmişdi. Kişi isə ruh və bəşəri enerjinin aid olduğu qrupda özünə yer tapmışdı. Antik Yunan filosoflarından danışırıqsa, Sokratın adını və bu mövzuda olan fikirlərini qeyd etmədən keçmək olmaz. Sokrat fəlsəfəyə gətirdiyi insan mərkəzli düşüncədə qadının yerini və rolunu ön plana çıxartdı. Əslində, Aristotelə qədər gender ayrı-seçkiliyi davam edirdi. Sokratın dövründə kişi mərkəzli düşüncə insan mərkəzli düşüncəyə çevrildi. İddia olunur ki, Sokratın qadınlarla bağlı fikrinin bu qədər yumşalmasına səbəb onun həyatındakı qadın obrazları ilə bağlıdır. Məsələn, Sokratın müəllimlərindən biri olan Aspasiya qadın idi. O, Sokrata dialoq üsulunu öyrətmişdi. Həmçinin natiqlik dərsi keçmişdi. Öz dövrünün cinsiyyət probleminə fərqli formada yanaşan Platon, antik Yunan düşüncəsinin əksinə olaraq qadına daha çox önəm verirdi. Platonun düşüncəsində əlavə bir cinsiyyət də vardı. O hesab edirdi ki, insanlar üç fərqli cinsiyyətdə yaranıblar. Kişi və qadınlardan əlavə həm kişi, həm də qadın olan üçüncü cinsiyyət növü də mövcud olub. Lakin bu cinsin erkən dövrlərdə yox olduğunu müdafiə edirdi. Onun fikrincə bu səbəbdən qadın və kişi daima eşq yolu ilə birləşməyə çalışırlar. Bir növ bəşəriyyətdəki tarazlığı təmin edirlər. Platon öz dövrünün filosoflarına fərqli olaraq qadını cəmiyyətdəki aktiv fəaliyyətlərdən uzaqlaşdırmırdı. Hətta qadınların yüksək dövlət vəzifələrində işləyə biləcəyini müdafiə edirdi. Platon dövrünün fərqli düşünən filosoflarından biri olsa da, daha dərin qatlarda başqa səbəblər yatırdı. Bir çoxumuz onun dövlət əsərindən və ideal dövlət anlayışının xəbərdarıq. İdeal dövlət anlayışına görə o, qadınları da bu dövlətin aktiv işləyən bir hissəsi kimi görürdü. Fikri tam olaraq belə idi. Dövlət idarəçiliyində qadının qadın olduğu üçün, kişinin də kişi olduğu üçün daha yaxşı görə biləcəyi hər hansı bir iş yoxdur. Platonun bu sözləri qeyd olunduğu kimi sadəcə dövlət idarəçiliyinə aiddir. Digər bütün işlərdə qadınların kişilərlə eyni olmadığını vurğulayırdı. Onun fikrincə bir qadın mühafizəçi ola bilər, amma kişi qədər yaxşı ola bilməz. Ya da kişi yemək bişirə bilər, amma bir qadın qədər yaxşı bişirə bilməz. Platonun düşüncəsi o qədər fərqli idi ki, o evlilik mövzusunda belə qəti mövqe tuturdu. İdeal dövlətin ideal vətəndaşları olmalıdır.
Platon belə düşünürdü. Bu ideal vətəndaşlar da ən yaxşı hesab edilən kişi və qadınlardan doğulmalıdırlar. Onun fikrincə, evlilik lazımsızdır. Ailə institutunun heç bir önəmi yoxdur. Heyvanlar kimi daha yaxşı cins əldə etmək üçün daha bacarıqlı, daha gözəl və başqa üstünlüklərə sahib olan kişi və qadınları daha çox cütləşdirmək lazım idi. Beləliklə, ideal dövlət formalaşacaqdı. Bütün bunlar Platonun hansı məqsədlə qadına xüsusi qiymət verdiyini açıq-aşkar göstərir. Göründüyü kimi antik Yunan filosoflarının belə baş sındırdığı cinsiyyət problemi müasir dövrə qədər həll edilməmişdir. Yanaşma hər nə olur olsun, kişi və qadın problemi həqiqətən əksiklərin vəhdəti və mübarizəsidir.